Aha. Deməli watermark nə oldu? Watermark nə oldu uşaqlar? Watermark su nişanı oldu. Watermark su nişanı. Səsim gəlir uşaqlar sizə. Səsiniz biraz bulanıq gəlir. Aha, düzəldi indi. Bayaq internet getdi, gəldi. Gəlir Bəli, indi səsim. güzel. Aha. Deməli watermark oldu su nişanı. Buradan dedim ki, gəlib seçirik necə getsin söz. Sonra giririk custom watermarkdan. Buradan nə söz istəyiriksə onu yazırıq. Aşağıdan da rəngini təyin edirik. Watermark olaraq Dizayn həmçinin hissəsini, necə? dizayn hissəsindən seçirik. Aha. Watermark olaraq həmçinin şəkil də əlavə edə bilərsiniz. Picture watermarka daxil olursunuz. Buradan select picture açılır. Select picture-ya girirsiniz. Seçirsiniz hər hansısa bir şəkil. Mən indi axtarışdan bir şəkil qoyacağam. Deyək ki, kitab şəkili. Book yazıram bura. Götürürəm məsəl üçün olsun. Olsun bu şəkil. Şəklin üstünə vurub insert edirsiniz. Insert etdikdən sonra buradan ölçüsünü təyin edə bilərsiniz şəklin ki, nə qədər yaxın olsun. Məsələn, mən qoyuram 200%. Vururam OK. İpsiyo. Baxın, beləncədə altda şəkil gedəcək. Görürsünüzmü? Solğun şəkildə, şəffaf fonda şəkil gedir. Bax, sözlərin altında həmçinin. Aydındır mı bu? Bəli. Aha. Əla. O zaman keçirəm PHK-lə nədir? PHK-lə watermark həmçinin silmək istəsəz aşağıdan remove watermark var. Remove watermarka vurursunuz, silinir. Gələk PHK-lə. PHK-lə səhifələri rəngləmək üçün istifadə olunur. Tək bir rəng etmək istəyirsə səhifənizi seçirsiniz rəngi, deyək ki, mavi. Vururam üstünə və bütün səhifələrdə tətbiq edilir. Bax, beləncə. Bu şəkildə. Page border nədir? Page border isə səhifələri çərçivələmək üçün istifadə olunur. Çərçivəyə almaq üçün. Buranı açırsınız. Buradan seçirsiniz çərçivəni necə olsun? Xəttlərlə olsun, yoxsa dalğalı xətlər, qırıq-qırıq xətlər, şirixli xətlər. Deyək ki, şirixli xət qoyuram. Buradan ölçüsünü təyin edirəm. Ondan sonra buradan rəngini təyin edirəm. Deyək ki, olsun bənövşəyi. Sonra vururam OK-yi. Baxın, bu şəkildə çərçivələnir. Görürükmü çərçivəni? Və belə. Və yaxud burada təkcə xəttlərlə yox, aşağıda art hissəsi var, incə sənət. Və burada da müxtəlif meyvə şəkilləri, sonra xalçanın üzərinə vurulan bəzəklərdən naxışlar da var. İstəsəniz naxışlar da qoya bilərik. Məsələn, gələk seçək bir dənə maraqlı bir şey olsun. Deyək ki, olsun bu. Bunu seçdikdən sonra rəngini təyin edirəm. Olsun məsələn bizdə qırmızı. Sonra vururam OK-yi. Baxın, bu şəkildə çərçivələnmiş oldu. Aydındırmı? Və bütün hamısına da tətbiq edilir. Aydın oldu bu. Bəli. Əla. Ondan sonra nəyə gəlirik? Ondan sonra mən gəlirəm. Qoy bir dənə bunu vertikal edim. Hə. Ondan sonra gəlirəm. Dizaynda başqa nələr var? Dizayn hissəsindən bəs bura nə üçündür deyə sual verərsiniz. Paragraf space uşaqlar. Mən sizə keçmişdim home menüsündə paragraflar, abzaslar arası məsafə. Bax, ondan eyni şeydir. Məsələn, bunların abzaslar arası məsafəsini açmaq istəyirəm. Sözlər arası məsafəni. Və gəlirəm buradan. Nə qədər qoysanız məsafəni, o qədər məsafə açılmış olur. Və buradan da dizaynlar dəyişdirilir. Bunlar elə də çox istifadə olunmur. Yəni, bildiyiniz fonlardır da, şriflər. Şrifləri də bundan təyin edə bilərsiniz. Calibri, sonra Arial, Times New Roman. Zaten bunu Home-dan keçmişik. Home-da şriflərimiz buradaydı. Dizayn bölməsində də var. Deyək ki, buradan da dizayn eləyə bilərsən. Şrifləri dəyişdirə bilərsən istəsən. Bu belə dəyişdirirəm. Bu da belə. Ondan sonra gəlirik layout bölməsinə. Layout bölməsində əslində page setup bölməsindən Margins-də, Orientation-da, Size-da sizə tanışdır. Deyəcəksiniz, müəllim hardan tanışdır? Onlar sizə mən seçmişəm print hissəsində. Yadınızda bir dənə onu saxlayın ki, layout bölməsi printə xidmət edir. Layout bölməsi printə xidmət edir. Mən promoy layoutdan düzəltdiyimdə artıq gedib printdə onu düzəltmək məcburiyyətində qalmıram. Yəni promoy layoutdan düzəltmiş oluram. Bir dəfəlik verirəm printə. Necə yəni? Gəlirəm Margins-ə. Margins uşaqlar yuxarı aşağı sağ-sol məsafələrdir. Yuxarı aşağı sağ-sol məsafələrin təyin edilməsi üçün. Məsələn, sərbəst yazırsınız, sizə deyirlər ki, yuxarıdan 3 sm olsun, aşağıdan 2 sm olsun, sağdan soldan 2.5 olsun. Sən də deyirsən, bu nə deyir? Yəni aşağı yuxarı sağ-sol məsafə nədir ki? Aşağı yuxarı sağ-sol məsafəsi
sizin mətninizin vərəqin harasında yerləşməsini təyin edir. Yəni aşağıdan nə qədər məsafə olsun, yuxarıdan nə qədər məsafə olsun, mətnə qədər. Sağ-sol məsafələr nə qədər olsun. Onu gəlirsiniz layoutdan, girirsiniz marginsə, buradan keçirsiniz custom marginsə, custom marginsdən sizə nə deyiblərsə onu yazırsınız. Məsələn, atıram ki, yuxarıdan deyiblər 3, aşağıdan deyiblər 2,5, sağdan soldan da 2,54 elə qalsın. Vururam OK-yi. Vəsiyo, artıq mənim sənədim həmin o ölçülərdədir. Necə bilim ki, həqiqətən o ölçülərdədir. Printə verirsən, Ctrl P ilə. Bax, print hissəsindən, buradan printeri seçim. Bax, margins hissəsi, burada da göstərmişdim onu sizə. Baxın, məndə göstərir ki, yuxarıdan 3 cm-dir, aşağıdan 2,5-dir, sağdan soldan 2,54-dür. Mən daha printə verəndə gedib deməyəcəm ki, dayı bir dənə onu düzəlt də, zəhmət olmasa. Özüm artıq düzəltmişəm. Okey? Aydındır burada? Aha, sonra orientation. Orientation isə vərəqin istiqamətidir. Bir var ki, vərəqi düz çıxardasınız, bir də var ki, albom formasında. Onu da printdə demişdim. O çox zaman olur ki, bəzən deyək ki, albom formasında da istəyirlər. Onda gəlib buradan promo landscape eləyirsən, bir də qısa verəndə deyib demirsən oradan ki, bir dənə albom eləyin də bunu. Elə bil promo özün albom elədir. Baxın, Ctrl P ilə printə getsən, bax, burada landscape olub bu şey. Gördünüzmü? Elə bir layoutdan təyin edirsənsə, o promo printə xidmət edir. Print hissəsi də artıq ona uyğun dəyişdirilir. Size isə vərəqin ölçüsüdür. O ki, soruşurlar, A4 olsun, A5. Bax, onu buradan təyin edirsiniz. Gəlirəm, mən özüm elə təyin edirəm. Deyək ki, mənə deyiblər ki, A5 olsun. Gəlirəm, buradan promo A5-i seçirəm, vururam üstünə. Vəsiyo, artıq çıxardanda bir də məndən soruşmayacaq ki, A4 olsun, A5. Ctrl P ilə vuracaq. Gedəcək printə. Deyəcəm ki, nə yazmışam, onu çıxart. A5 çıxardacaq. Bax, belə, görürsünüzmü? A5 oldu. Və yaxud deyək ki, sizə xüsusi ölçü veriblər, nə A4, nə A5. Sizə deyiblər ki, çıxaracağın vərəqin eni bu qədərdir, hündürlüyü bu qədər. Sən də gəlirsən size-dan, düşürsən aşağıdan more paper size-a. More paper size-dan sənə nə verilmişdirsə onu yazırsan. Məsələn, deyək ki, eni verilmişdi 30, hündürlüyünü də veriblər 21. Ataq ki, 21. Buradan OK vurursan, artıq sənin vərəqin həmin o vərəqə uyğundur. Yəni, sənin sənədin o vərəqə uyğun çıxacaq. Baxın, Ctrl P ilə printə gedim. Bax, burada nə? A4, nə A5? 21-in 30-a. Deyəm, mən OK vurmamışam deyəsən orada. Gözləyəm. Bax, A4-də qalıb. 30-un 21-i elə A4 deməkmiş. 30-un 21-i elə A4 demiş. Gəl ölçülərini dəyişdirim. Deyək ki, olsun 25-in 21-ə. OK vururam. Bax, indi 25-in 21-ə. Deməli, A4-ün ölçüsü nə imiş? 30-un 21-ə imiş. Custom paper size-a baxın, 25-in 21-ə. Gördünüzmü? Mən nə qoyuramsa, yəni onu çıxaracaq. Bu da belə. Aydın oldu size-da. Aydındır mı size? Bəli, bəli. Əla. Ondan sonra sütunlar, columns gəlir. Column sütun deməkdir, uşaqlar. Sütun deyəndə nə nəzərdə tuturam? Buradakı sütunla table'dakı sütun çox fərqli şeylərdir. Buradakı sütun nədir? O ki, şeirlər yazırlar. Şeirlər necə yazılır? Sütunlar üzrə yazılırdı, elədir. Bir də lüğətlər təyin edəndə və s. tərtib edəndə istifadə edirlər. Həmçinin sınaqlarda. Necə yəni? Məsələn, bu mətnin bir sütundadır. Mən istəyirəm ki, bunu keçirim 2-3 sütuna. Gəlirəm columnsdan. İndi çevirəndə görəcəksiniz nə demək istəyirəm. To-ya vururam. Baxın, oldu 2 sütunda. Qoy yedim mətnimə. Baxın, oldu 2 sütunda. Bax, sütun budur. Görürsünüzmü? 2 sütunda yazıldı. 1, 2. Və yaxud da gəlib 3 sütun eləyim. 3-yə vurursunuz, olur 3 sütun. Bax, belə. 3 sütunda yazıldı. Gördünüzmü? Və bir də ola bilər ki, lüğətlər və s. yəqin ki, görmüsünüz. Arasında xətt olur axı bunların. O xətti necə qoyurlar? O xətti isə uşaqlar columnsdan girirlər more columns hissəsinə, daha çox sütun. Burada line between var. Arada xətt. Line between'in qalçıqasını qoyurlar, vururlar OK-yi. Baxın, düşdü arasına xətt. Gördünüzmü? Bax belə. Aydın oldu. Bəli. Əla. Bricks hissəsinə gəlirəm. Bricks bölməkdir. Bricksin əslində bir növünü page brick-i keçmişəm insertdə mən sizə. Insertdə page brick var idi. Bunu demişdik ki, ola bilər ki, səhifədən deyiblər sənə ki, buradakılar o biri vərəqə keçsin. Bunu demişdim, enterlə də keçirə bilərsiniz təbii ki, amma o uzun yoldur. Bir dənə gələcəksiniz, page brick-a vuracaqsınız, keçəcəksiniz. Bu bricksin içində də page brick var, bax, page. Page-ə vururam, keçir o biri səhifəyə, gördünüzmü? O biri sütunda yazıldı. Burada həmçinin var kolum. Kolumdakı o biri sütuna keçir. Bax, vururam üstünə, keçirdi bunu o biri sütuna. Gördünüzmü? Və ya bir də vururam o biri daha digərini keçirəcək. Bax, belə.
Bu beləncədə. Atır o biri sütuna. Sütunlar üzrə keçirtmək üçün bricks. Text wrap yer açsın, mətn üçün yer açsın, onun üçündür. Sonra even page cüt səhifələr aşağı düşürsün. Cüt səhifə aşağı düşürsün məsələn. Bax vurdum keçdi cüt səhifəyə. Görək bu neçənci səhifədir baxım. 1 2 3 4 5 6 7. Və beləncədə keçdi 6-cıya. Gördünüzmü? Cüt səhifələr, cüt səhifə keçirtmək üçün. Amma burada var bir də old page. Old page isə tək səhifə keçirdir. Yadınızda qalsın. Bax, üstündə işarəsindən də bilinir. Deyir 1-dədirsə 3-ə keçəcək. Even page-ə yazıblar ki, 2-dədirsə 4-ə keçəcək. Yəni cüt səhifə qədər düşürtmək istəyirsənsə even page-dən istifadə edirsən, tək səhifə qədər istəyirsənsə old page-dən. Bu da yadınızda qalmış olsun. Line number isə sözlərin şeyləməsi, nömrələnməsi üçün. Lüğətlərdə sözləri belə nömrələyirlər. Continuous-a vururlar, bax beləncədə nömrələndi avtomatik. Görürsünüzmü? Bütün sözlər nömrələndi. Lüğətləri özləri yazırlar, ən sonunda line between-ə vururlar. Gəlin məsələn buranı da nömrələyək. Gəlirəm line number-dan continuous eləyirəm. Bax beləncədə sözlərim nömrələnir. Aydındırmı? Bəli. Paragraf hissəsi isə bu da sağ-sol, yuxarı-aşağı məsafəsi var burada. Deyərsiniz ki, bunlar nədir? Bəs burada daha doğrusu sağ, sol daha doğrusu, əvvəl, sağ, bir də sonra var. Bunlar nə üçündür? Bunlar əslində abzaslar qoymaq üçün. Mən sizə abzas qoymağın ən sadə yolunu öyrətmişəm onsuz. Taba vurursunuz, abzas qoyulur. Və yaxud buradan da bax, gəlib artırsam, görürsünüzmü? Kursorum keçir. Görürsünüz? Kursor çəkilir sağa. Və ya before-u artıra bilərsiniz. Və ya right-ı sağdan bu qədər olsun məsafə. Görürsünüzmü? Bu abzas üçündür uşaqlar. Ya da ki, xətkeşlə. Xətkeşin üstündən götürüb belə çəksəniz xətkeşi. Abzaslarınız da ora sürüşdürüləcək. Yadınızda qalsın. Xətkeş vasitə. Xətkeş də əslində bunun üçündür. Bir də xətkeş nə üçündür? Xətkeşin üstünə 2 dəfə vurduğunuzda layout bölməsi açılır. Yadınızda qalsın. Məqiniz. Baxın, buradan da yuxarı aşağı sağ sol məsafəsini buradan da təyin edə bilərsiniz. Deyək ki, layouta girməyə vaxtınız yoxdur. Xətkeşin üstünə 2 dəfə vurun, açılır layout bölməsi. Bu da belə yadınızda qalmış olsun. Sonra bu hissədəki şəkil əlavə edəndə onun pozisyonu, bunu keçmişəm şəklin format hissəsinə olsun sizə. Harda yerləşsin mətndə, üstündə yazı olsun, altında yazı olsun. Bring forward, send background, arxa fona keçirdi, önə gətir və s. Hepsi burada da bir şey yoxdur. Aydın oldu bunlar sizə? Bəli, aydın. Problem yoxdur ki, heç nədə uşaqlar. Başa düşülməyən hissə varsa bir də soruşun. Yoxdur? Aydındır mənə. Əla, nə gözəl. Deməli, indi uşaqlar, o zaman aydınsa sınaq hazırlayırıq. Sınaq nə sınağıdır? Baxın, bu sınağı hazırlayaq. Gözləyin, görüm. Burada hara atmışam mən? Mən şey verəcəm, yol verəcəm, sonra deyəcəm sizə ki, başlayın, hazırlayın, yaxşı? Kompüterlər yanımızdadır. Mən kompüterim istədim. Yanınızda deyil. Yox, istədim. Tamam, problem deyil. Əsas odur, başa düşün, amma hazırlayarsın yanınızda olanda, yaxşı? Deməli, bu sınağı deyiblər mənə ki, hazırla. Bu sınağı necə hazırlayıblar? Gəliblər Word-ə. Word-dən birinci görün, bu neçə sütunda yazılıb? 2 sütundadır, elədirmi? Keçiblər buradan, giriblər layout-a, kolumu eləyiblər to, mütləq, 2 sütun. 2 sütun etdikdən sonra başlayıblar, birinci yazıblar Azərbaycan dili. Azərbaycan dili. Sonra bir dənə fikir verin şəkilə, Azərbaycan dili sözünü əyiblər, görürsünüzmü? İtaliklə əyilib. Gedirəm, mən də italiklə əyirəm sözümü. Gəlirəm bura, seçdirəcəm Azərbaycan dilini, gələcəm home-dan, ya italika vururam, ya da qısa yolun bilirəm də, kontrolla iyini vururam, əyirəm. Bax, bu şəkildə əydim. Ondan sonra düşürəm enterdən aşağı. Sonra yazıblar bir nöqtə boşluq. Bir nöqtə boşluq qoyursunuz, sıralamanı başladırsınız. Birinci sualıma baxıram. Birinci suala yazıblar, əlifba sırasını nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın. Mən də yazıram, əlifba sırasını nəzərə alaraq, əlifba sırasını nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın. Tamamlayın. Aha.
Nöqtə. Nəsə düşüb aşağıdan sonra başlayıb nələrsə yazmağa. Bahar, Cahan, vergül, Cahan, çadır, dəftər, dəftər. Sonra qoyub 3 nöqtə. Sonra düşüb aşağıdan variantlar yazıb. Baxın. Variantlarım görüm nədir? Siz variantları belə yan-yana yazmazsınız. Alt-alta yazarsınız. Alim Bahar Fabrik ABC. Mən də gəlirəm yazıram Alim Bahar Fabrik. Düşürəm aşağıdan yazıram Alim Bahar. Sonra yazıram Fabrik. Fabrik. Sonra seçdirirəm bu Alim Bahar Fabriki. Keçirəm Homa. Home'dan buna qoyuram ABC. Bura gəlirəm, qoyuram ABC variantı. Bu şəkildə. Oldu, bu da mənim sınağımın hazırlanması. Sonra bunların italikini bağlayıram, çünki italiklə deyil. Nəsə sonra düşürəm aşağıdan, qoyuram 2 nöqtə boşluq. Başlayıram ikinci sualı yazmağa. Deyək ki, yazdım, doldurdum. Mən indi başqa şeylər yapışdırdım, siz tam doldurarsınız. Yəni orada nə varsa. Yazdım, sınağım hazırdır. İndi arasında xətt var. Xətti də təzədən qayıdacam layouta. Girəcəm kolumsdan, mor kolumsa. Mor kolumsdan buradan line bitiminə vuracam. OK-yi vuracam, ifsiyo. Baxın, beləncə arada xətt qoyacaqsınız. Aydın oldu. Müəllimə, olmazdı ki, siz nömrələri qoymayasınız, amma axırda bütün hamısı özü bəsdir nömrə oldu bayaqları. El eləyək. Yoxsa bir-bir özümüz nömrə yazmalıyıq. Yox, bir-bir özünüz nömrə yazmırsınız. Elə belən nəyi şeyləri sözdə sıralamanı deyirsən? Bəli, sıralamanı. Hə, bir nöqtə boşluq qoy, özü başlayacaq sıralanmağa. Bir də gedib oradan seçməyə ehtiyac olmayacaq.